Hər vaxtınız xeyirli olsun, hörmətli izləyicilər. Xırdalan şəhərinin mərkəzində Heydər Parkının yaxınlığında prospektin üzərində sizə yeni bir mənzil təqdim edəcəm. 3 otağa düzəlmə 74 kvadrat metrdən ibarət bir mənzildir. Girişimiz bu şəkildədir. Sağ tərəfdə hamam otağı yerləşir. Tam təmirlidir. Mənzil istifadə edilməyib. Hamam aksesuarlarını, kombi və radiatorları yerləşdirib. Dərhal köçüb istifadə edə bilərsiniz. Bina tam yaşayışlıdır. Birinci yataq otağı, böyüklər üçün nəzərdə tutulmuş yataq otağı. Burada isə zalımız yerləşir. Binanın 2 sürətli lifti, yeraltı və yerüstü avtomobil dayanacağı, ehtiyat su anbarı, liftləri üçün generatoru var. Çox yaxşı binadır. Mərkəz yolun üzərindədir. Bütün ev yaşayış obyektlərinə yaxındır. Belə bir zal və mətbəx keçirilib zalın baş hissəsinə. Bayaq vurğulamışdım, bir daha qeyd edeyim. 3 otağa düzəlmə mənzildir. Bu səbəbdən mətbəximiz burada yerləşdirilib. Kifayət qədər amma deyim ki, yəni ölçüsü yaxşıdır. Sağdan və soldan rahatlıqla mebelləri yığdıra bilərsiniz. Kupçalı mənzildə 122 min manat qiymət təyin edilib. Qiymətdə razılaşma da mümkündür. Burada isə çox geniş ölçüyə malik yataq otağımız var. Rahatlıqla istənilən qabaritdə mebel yerləşəcək. Yataq otağının eyvana çıxış var, açıq eyvan sahəsidir və qarşısı açıqdır. Onu da vurğulayım ki, mənzil gün düşən mənzildir. Yəni demək olar ki, günün çox hissəsində bura günəş işığı görür. Baxın, belə bir otaq kifayət qədər uzundur, təxminən 7-8 metr uzunluğu var. Burada isə yerləşir kiçik yataq otağı. Yataq otağı kimi qeyd edirik, yəni buranı qardırov kimi də istifadə edə bilərsiniz. Məişət otağı kimi də istifadə edə bilərsiniz. Təyinatını özünüz müəyyənləşdirə bilərsiniz. Mən sizə ətraflı təqdim etdim. Qiymət 122 mindir, sənəd kupçadır. Sizin də əmlakınız varsa müraciət edin, satışında sizə yardımcı olaq. Daha geniş informasiya üçün əlaqə saxlayın, kanalımıza abunə olmağı unutmayın. Bizi izləməyə davam edin. Sağlığı olsun, yenidən görüşərik. Hələlik, sağ olun.